Lokal kompüter şəbəkələridir. Bu əsasən dövlət qulluğu və xüsusi dövlət qulluğu formatındadır. Bəzi yerlər var ki, mən onların üstündən keçəcəm, hansı ki, onların daha dövlət qulluğuna düşmə ehtimalı, yaxud da xüsusi dövlət qulluğuna düşmə ehtimalı yoxdur. Mövzumuz lokal kompüter şəbəkələridir. Lokal şəbəkə. Ümumiyyətlə şəbəkə nədir? Oradan başlayırıq. Əgər biz iki və daha çox qurğunu bir-birinə informasiya mübadiləsi məqsədi ilə birləşdirmişiksə, məsələn, mən öz telefonumu kompüterimlə əlaqələndirmişəmsə məlumat ötürmək üçün bu şəbəkə sayılır. Yox, əgər burada iki və daha çox kompüter varsa və məqsəd kompüterlər arası məlumat mübadiləsi aparmaqdırsa, bu artıq kompüter şəbəkəsi sayılır. Şəbəkə yaratmağın bir neçə məqsədi var. Onların birincisi elə dediyimiz məsələdir. Qurğular arasında, yəni kompüterlər arasında məlumat mübadiləsi aparmaqdır ki, ikincisi də qurğulara qənaətdir. Məsələn, 5 dənə kompüter üçün 5 dənə məsələn skaner almağa ehtiyac yoxdur. Bir skaneri növbəli şəkildə və yaxud bir printeri növbəli şəkildə istifadə edə bilərik. İkinci önəmli məsələ isə lokal şəbəkənin üstünlükləridir. Artıq Dövlət İmtahan Mərkəzi abituriyentlər üçün nəzərdə tutulmuş kitabdan da suallar salır. Ona görə biz öz təqdimatımızı artıq məcburi şəkildə onlara da uyğunlaşdırmalı olmuşuq. O da bu bizim təqdimatda bəzi dəyişikliklər gətirib çıxardıb. Bu da onlardan biridir. Lokal şəbəkənin üstünlüklərin birincisi informasiyanın bölüşdürülməsidir. Biraz bundan qabaq da dedik, istifadəçilərin şəbəkədə olan digər kompüterlərə qoşulması və həmin kompüterlərdəki resurslardan, yəni həmin kompüterlərin tərkibində olan obyektlərdən, fayllardan və qovluqlardan birgə istifadəsinə şərait yaradır. İkinci üstünlüyü avadanlıqların bölüşdürülməsidir ki, bu da şəbəkəyə qoşulmuş hər hansı bir qurğudan istifadəçilərin hamısının təbii ki, növbəli şəkildə yararlanmasıdır. Üçüncü proqramların bölüşdürülməsidir. Bir kompüterə quraşdırılmış proqramdan şəbəkədəki digər kompüterlərində istifadə etməsinə şərait yaranır. Və əməkdaşlıq mühitidir. Bu da layihə üzərində istifadəçilərin qrup şəklində fəaliyyət göstərməsinə şərait göstərir. Bundan əlavə köhnə təqdimatımızda qeyd etdiyimiz yüksək səviyyədə rabitə kanallarının olması ötürmə səhvlərinin səviyyəsini aşağı salır, bir də ötürmə sürətini yüksəkləşdirir. Şəbəkəyə qoşulmuş kompüterlərin sayının dəqiq olması və məhdud sayda olması şəbəkənin idarə olunmasını tez və təsirli mexanizmini bərpa edir. Bunlar lokal şəbəkənin əsas üstünlükləridir. Bununla yanaşı təbii ki, onun çatışmazlıqları da olacaq, mənfi cəhətləri də olacaq. Birinci dərəcədə şəbəkəni qurmaq üçün bir və ya birdən çox peşəkar mütəxəssisə ehtiyac var. Buna deyərlər administrator. Virusların yayılması üçün əlverişli mühitdir. Çünki kompüterlərin bir-birindən əlaqəsi olduğu üçün virusların birindən digərinə keçməsi rahat şəkildə mümkündür. Kompüterlərin yer dəyişməsi məhduddur. Bu, şəbəkənin hər dəfə yenidən sıfırdan qurulması zərurətini yaradar deyə. Şəbəkənin yaradılmasında xərclər var. Burada, məsələn, keyfiyyətli kabellər maliyyə xərcləridir. Keyfiyyətli standartlaşdırılmış proqramlaşdırma təminatından istifadə maliyyə xərcidir. Eyni zamanda işçilərin o sistemdən istifadə edə bilməsi üçün təlimlərə cəlb olunması lazımdır. Bu da izafi xərcdir. Yəni burada kitab yazır xərclər, amma bunun açıqlaması bundan ibarətdir. Bu sual da düşüb dövlət qulluğuna ki, informasiyanın ötürülmə prosesi hansı mərhələlərdən ibarətdir və bu mərhələlərin düzgün ardıcıllığını müəyyən edin. Bu sual düşəndə tələbələr dedilər ki, müəllim, bu sual axı informatika analiz anlayışlarına aiddir və bizdə BB kateqoriyasında buna aid bir o qədər də material verilməyib. Demişdiniz ki, düşməyəcək. Dedim ki, həqiqətən də düz demişəm. Sadəcə olaraq dediyim kimi bu son dövrlərdə abituriyentlərin kitabından da suallar düşür. O informasiyanın ötürülmə prosesi abituriyent kitabında lokal şəbəkənin içərisində verildiyi üçün onlar onu sual kimi salıblar və düşünüblər ki, bu lokal şəbəkəyə aiddir. İnformasiyanın ötürülməsi 5 mərhələdə icra olunur. Birinci mərhələ informasiya mənbəyidir. O məlumatı qeyd eləyir. Onun yazdığı məlumat analoq informasiyadır. Onu kodlaşdıran qurğu sıfırlar, birlər şəklinə gətirir, rəqəmsallaşdırır. Sonra rəqəmsal informasiya rabitə kanalı vasitəsilə siqnallarla ötürülür. Növbəti mərhələdə axı biz rəqəmsallaşdırmışdıq onu. Rəqəmsallaşdırılmış məlumat təzədən analoqa çevrilir. Buna deyirlər modulyasiya. Və ondan sonra informasiyanı qəbul edən şəxs onu normal qaydada qəbul edə bilir. Orada qəbulda sual necə idi? Bunları qarışıq vermişdi və demişdi ki, düzgün ardıcıllığı müəyyən edin. İnformasiya mənbəyi, kodlaşdırıcı qurğu, rabitə kanalı, dekodlaşdırıcı qurğu yaxud kod açan qurğu
və bir də informasiyanı qəbul edən. Bu ardıcılığı bilmək lazımdır ki, o sual düşübsə təkrar yenə düşmə ehtimalı var. Davam edirik. Lokal şəbəkələr bir neçə əlamət üzrə təsnif olunur. Məsafə təsnifatı, topologiya təsnifatı və s. Danışacağıq bu barədə indi. İlk növbədə sadə kompüter şəbəkəsində hansı komponentlər olmalıdır? Yəni internetə qoşulması olmayan, yəni internetə çıxışı olmayan belə sadəcə kompüterlərin bir-birindən əlaqəsi olması üçün nələr olmalıdır? Birinci olmalıdır server. Server iyul imtahanının yaxud iyun imtahanının qəbul sualı idi. Server nədir? Server öz resurslarını paylayan kompüterdir, xidmət edən qurğudur, şəbəkə proqram təminatı ilə yüklənmiş xüsusi kompüterdir. İşçi stansiya isə serverin idarəsi altında işləyən və paylanmış resurslardan istifadə edən tərəfdir. Şəbəkə administratoru şəbəkəni quran və onun işinə nəzarət edən şəxsdir. Şəbəkə əməliyyat sistemi isə həmin bu kompüter şəbəkəsinin proqram əsasıdır. Yəni əgər şəbəkə əməliyyat sistemi olmazsa, server işçi stansiyanı və bütövlükdə şəbəkəni idarə edə bilməz. Davam edirik. Kompüter şəbəkələrinin ərazi, yəni miqyas təsnifatı. Ərazi təsnifatını biz əvvəllər iki yerə bölürdük, indi üç yerə bölünüblər. Nədir o? Lokal və qlobal olaraq dediyimiz halda bu dəqiqə onu lokal, regional və qlobal olaraq bölüblər. Hansı ki, regional şəbəkə demişdik ki, lokaldan miqyasca böyüdür, qlobaldan isə aşağıdır. İndi o haqda birazdan da danışacağıq. Lokal şəbəkələr özlüyündə iki yerə bölünür. Can deyə bilərik və eyni zamanda PAN, indi onlar haqqında da ayrıca danışılacaq. Qlobal şəbəkələr isə 4 yerə bölünür. O bizim növbəti dərsimiz olacaq. Regionalın başqa bir bölünməsi yoxdur. Birinci növbədə gəlin lokal şəbəkələrlə bağlı danışmağa başlayaq. Lokal şəbəkənin birinci ərazi təsnifatı Campus Area Network-dür. Bu kampus deyəndə söhbət nədən gedir? Hər hansı bir universitetin, holdingin kampusu və yaxud sənaye parkı, xəstəxana kompleksi ola bilər ki, nisbətən kiçik məsafədə, yəni o qədər də 100 kilometrlərlə böyük bir ərazi olmur. Məsələn, 1 hektar ərazi ola bilər, 5 hektar ərazi ola bilər məsələn. Həmin o bir neçə binanı vahid mərkəzlə birləşdirən yüksək sürətli lokal şəbəkə arxitekturasıdır. Adi lokal şəbəkə məsələn 5 kilometrdən çox ola bilməz. 2-5 kilometr ərazisində olur. Bir neçə binanı birləşdirir. Bu biraz məsafəyə görə adi lokal şəbəkədən böyükdür, amma lokal şəbəkənin tərkibinə aid edilir. İkincisi isə Personal Area Network-dür. Bu elə tam bizim bildiyimiz lokal şəbəkədir. Simli və simsiz versiyaları fərqləndirilir. Yəni 1-10, maksimum 15 metr məsafədə bir-biri ilə əlaqələnmiş, istər kabellə, istər kabelsiz əlaqələndirilmiş qurğulardır ki, gündəlik həyatda ən çox istifadə edilir. Bunun simli versiyası wired yazılır ingilis dilində. Bir də simsiz versiyası var, Bluetooth-la birləşmə. Bu da WPAN sayılır, yəni Wireless Personal Area Network, yəni simsiz fərdi şəbəkə. Davam edirik və Metropolitan Area Network, bu dedik regional şəbəkədir. Regional şəbəkə bir şəhər və yaxud böyük yaşayış məntəqəsini, bu artıq 100 kilometr ərazini əhatə edə bilər, bir neçə lokal şəbəkəni birləşdirən kompüter şəbəkəsidir. Gördüyünüz kimi iri bir holdingin, şəhərin mərkəzində olan iri bir holdingin şəhər kənarında hətta olan bir ofislə əlaqəsini təmin edir. İri təşkilatlar dövlət qurumlarına stabil və geniş miqyaslı rabitə imkanı yaradır. Qlobal haqqında isə bu gün danışmayacağıq, o gələn dərsin mövzusudur. Şəbəkədəki rollarına görə və yaxud bəzən deyərlər qarşılıqlı fəaliyyət üsuluna görə, yaxud deyərlər mərkəzləşdirilmiş idarəetmə prinsiplərinə görə lokal şəbəkələrin növləri mövcuddur ki, bunların birincisi server based-dir. Müştəri qulluqçu da deyərlər, seçilmiş serverli də deyərlər. Bu tipli şəbəkədə şəbəkənin idarə olunması mərkəzi server tərəfindən həyata keçirilir. Və bu şəbəkələrdə var terminal, var mainframe. Terminal nədir? Klientə, yəni işçiyə məxsus olan fərdi kompüter. Məsələn, bu da terminaldır, bu da terminaldır, bu da terminaldır və s. Amma mainframe, yəni idarə edici nədir? Mainframe isə bir və ya birdən çox güclü kompüter yaxud kompüter serverlər ola bilər. İndiyə qədər bu qəbula düşüb sual. Klient server arxitekturasında terminalı nə əvəz edir? Cavab, klientə məxsus fərdi kompüter. Sabah düşər ki, bəs mainframe-i nə əvəz edir? Yəni idarə edicini nə əvəz edir? Deyirsən, bir və ya bir neçə güclü kompüter yaxud kompüter serverlər. İkinci isə bunlardan peer-to-peer-dir. Bir ranglı şəbəkə biz deyirdik buna. Artıq məktəb kitabında bunun adını qoyublar taytuşlar şəbəkəsi. Taytuş nə deməkdir? Yəni bu tipli şəbəkədə
şəbəkəyə qoşulmuş bütün kompüterlər eyni hüquqludur. Yəni ortada idarə edici yoxdur. Hər bir kompüter digər kompüterlə heç bir əlavə nə deyirlər ona, vasitəçi olmadan əlaqə saxlaya bilər. Məsələn, adi hallarda bank kartında çox vaxt görürsən, kartdan karta pul göndərəndə belə bir ifadə ilə də qarşılaşırıq. Peer to peer yaxud point to point. Yəni nöqtədən nöqtəyə vasitəsiz ötürmə. Davam edirik. Şəbəkə avadanlıqları. Sual düşə bilər. Əsas şəbəkə avadanlıqları hansılardır? Əlavə şəbəkə avadanlıqları hansılardır? Bunları bura qeyd eləmişəm. Təbii ki, bununla yanaşı indi bunların izahları da olacaq. Əsas şəbəkə avadanlıqları 4 dənədir. Server və işçi stansiya haqqında artıq danışılıb. Təkrar danışmağa ehtiyac yoxdur. Qalan ikisi haqqında isə danışacağıq. Nədir bu qalan ikisi? Onların birincisi şəbəkə kabelləridir. Məlumatın ötürülmə mühitini təmin edir. Yəni kabellər bu günə qədər kabel deyə başa düşdüyümüz şeylər bu gündən sonra nə sayılır? Ötürmə mühiti adlanır. Üzrsən? Hə, təkrar edirəm. Deməli, bu günə qədər bizim şəbəkə kabeli, ümumiyyətlə kabel deyə başa düşdüyümüz şey bundan sonra qarşımıza ötürmə mühiti kimi çıxacaq ki, onun da növləri var, danışılar birazdan. Sonuncu isə şəbəkə adapteridir. Bu haqda aparat təminatı mövzusunda danışılıb, deyilib ki, çevirmə qurğusudur, həm giriş, həm çıxış qurğusudur, lokal şəbəkəyə və yaxud qlobal şəbəkəyə qoşulmanı təmin edir. Bu haqda da birazdan yenə də geniş danışılar. Şəbəkə kabelləri yaxud ötürmə mühiti deyəndə kompüterlərarası informasiya mübadiləsini aparan rabitə xətlərindən söhbət gedir və bu rabitə xətləri 3 yerə bölünür. Hava ilə çəkilən, kabelli və yerüstü peyk əlaqə radiokanalları ilə, yəni sırf siqnallarla əlaqə. İndi isə kabellərin növləri haqqında danışmaq istəyirəm. Şəbəkə kabelləri 3 yerə bölünür. Burulmuş cütlər, buna deyirlər twisted pair. İkinci koaksial kabeldir, mərkəzi mis naqil üzərində qurulmuş. Üçüncü isə fibroptik kabeldir. Burulmuş cüt naqillər 4 cüt 8 naqildən ibarətdir və ulduz halqa topologiyasında istifadə oluna bilər. 100 metrə qədər keyfiyyətli ötürmə təmin edir. 100-dən sonra yavaş-yavaş ötürmənin keyfiyyəti və sürəti aşağı düşür. İki növü var. Shielded və unshielded. Yəni qorunan və qorunmayan burulmuş cüt. Əslində iş funksiyaları eynidir. Sadəcə fərq ondan ibarətdir ki, məlumatı ötürdüyümüz mühit əgər elektromaqnit sahəsinə düşürsə və yaxud hər hansı bir fiziki təsirlərə məruz qala bilərsə, bu mühitdə ötürməni falqalı vurulmuş cütdən, yəni STP-dən istifadə olunur. Amma məsələn bir dəmir borunun içərisindən çəkirsənsə, xarici heç bir təsirə məruz qala bilməzsə, o zaman elə qorunmayan vurulmuş cütdən istifadə etməkdə olar. İkinci kabelimiz isə koaksial kabeldir. Koaksial kabel mərkəzi mis naqil üzərində qurulmuş kabeldir və bunu dielektrik örtük, sonra qoruyucu falqa, hörülmüş mis örtük və xarici örtük qoruyur. Koaksial kabelin nə kimi üstünlükləri var? Şin topologiyasında istifadə olunur və təkrarlayıcıdan istifadə etmədən uzaq məsafəyə ötürə bilir. Bu nə anlama gəlir? Məsələn, bayaqki dediyimiz kabel daha doğrusu burulmuş cütlər 100 metrə biraz keyfiyyətsiz ötürə bilirdi 100 metrdən sonra. Məsələn, sən burulmuş cütlə tutaq ki, 150 metr məsafəyə ötürmə etmək istəyirsən, 150 metr məsafəyə. Təbii ki, 100 metrdən sonra keyfiyyətin aşağı düşməsini nəzərə almaq şərti ilə sən 80-ci, 90-cı metrdə məsələn, bura 90 metr olsun, burada olsun, məsələn, 60 metr. Və burada bir repeater qoyursan. Repeater'ı birazdan deyəcəyik. Repeater təkrarlayıcı deməkdir. Təkrarlayıcı deməkdir. Bu şəbəkənin bir segmentindən, yəni bir bölümündən aldığı siqnalı gücləndirərək növbəti bölümə ötürə bilir. Ona görə də biz ona ehtiyac duyuruq. Amma koaksial kabel nisbətən uzaq məsafəyə təkrarlayıcısız ötürə bilir. Necə uzaq məsafəyə? Məsəl üçün, əgər koaksial kabel mərkəzi mis naqilin diametri 0,5 santimetrdirsə, bu nazik koaksial kabeldir və maksimum ötürə bilir 200 metr məsafəyə. Yox, əgər mərkəzi mis naqilin diametri 1 santimetrdirsə, yoğun koaksial kabeldir və ötürə bilir 500 metr məsafəyə keyfiyyətli şəkildə. Təbii ki, mənfi cəhəti də var, qiyməti biraz bahadır və ölçüsünün sərt olması da
burada öz rolunu oynayır. Və bir də əsas diqqət edəcəyimiz məqam biraz sonraki slaydlarda qarşımıza çıxacaq. Hansı topologiyada istifadə olunur? Şin topologiyasında istifadə olunur. Kabel koaksialsa topologiya mütləq şin olmalıdır. Davam edirik növbəti məsələ ilə. Fiberoptik kabel, optik lifli kabel deməkdir. Bu kabellərdə məlumatın ötürülməsi işıq siqnalları ilə həyata keçirilir. Bir modalı və çox modalı növləri mövcuddur. Ad biraz çaşdırıcıdır. Adam fikirləşir ki, bir modalı çox uzuna ötürər, çox modalı isə daha qısa məsafəyə ötürər, amma belə deyil, əksinədir. Bir modalı da ötürmə 100 kilometrə qədər, çox modalı isə 2 kilometrə qədər ola bilər. Bunu işin texnoloji tərəflərini çox da danışmaq istəmirəm, çünki bizim işimiz o qədər uzun danışmaq deyil. Əsas məqsəd tələbəyə qısa yoldan ona lazım olan məlumatları çatdırmaqdır təbii ki. Mənfi cəhətləri qiyməti bahadır və kabel sıradan çıxanda onu normal kustar qaydada birləşdirmək olmur, onu xüsusi qurğu ilə birləşdirmək mümkündür. Necə ki, burulmuş cütlər ulduz və halqa topologiyasında istifadə olunurdu, eləcə də bu kabellər həm ulduz, həm də halqa topologiyasında istifadə oluna bilər. Davam edirik növbəti məsələ ilə şəbəkə adapterləri yaxud şəbəkə kartları interfeys platası adlana bilər. Gələcəkdə qarşınıza çıxar, şəbəkə platası kimi də qarşınıza çıxa bilər. Bunun nə işə yaradığını dediyim kimi aparat təminatında danışmışdıq. Şəbəkəyə qoşulmağımıza şərait yaradır və şəbəkədə məlumat mübadiləsinə şərait yaradırdı. Bugün isə öyrənirik ki, şəbəkə adapterləri əsas şəbəkə avadanlıqlarından biridir və üç əsas xarakteristikaya malikdir. Məsələn, mən şəbəkə adapteri alanda bu şeylərə əsaslanıram. Mənə satıcı bu sualları verir. Birinci sual verir ki, bu şəbəkə adapterini sən məndən alırsan, sənin kompüterə hansı şinlə qoşulacaq? İSA, EISA, microchannel və yaxud başqa bir şin. İkinci sualı bu olur. Sən hansı tip şəbəkə üçün istəyirsən bunu? Nisbətən aşağı sürətlidirsə, 32 bitlik şəbəkə üçünsə ayrı bir şəbəkə adapteri olur. 64 üçün fərqli bir formada olur. Üçüncü önəmli sualı bu olur ki, hansı topologiyada istifadə edəcəksən sən bu şəbəkə adapterini? Məsələn, ulduz topologiyası üçün nəzərdə tutulmuş şəbəkə adapterini şin topologiyasında istifadə etmək olmaz. Ethernet burada şin topologiyasını, ArcNet ulduz topologiyasını, Token Ring isə halqa topologiyasını təmsil edir. Testdə isə mən düşünürəm ki, düşərsə bu qırmızı ilə işarələnmiş yerlər düşər ki, hansı əsas xarakteristikaları mövcuddur. Təbii ki, mən izahları qeyd etmişəm ki, sən bunları kör-körənə əzbərləməyəsən, məsələnin məğzini duyasan. Əlavə şəbəkə avadanlıqları ilə bağlı danışırıq. Əlavə şəbəkə avadanlıqlarından biz elə başlayırıq sıra ilə danışmağa. Bunların birincisi UPS-dir, Unit Power System deməkdir. Unit Power System nə deməkdir? Deməli, bircə saniyə çox üzr istəyirəm. Dayanmadan mənə yazırlar bir yerə. Videoya da balaca bir pauza verim. Burasını kəsərəm biraz. Əlavə şəbəkə avadanlıqlarından danışırıq. Əlavə şəbəkə avadanlıqlarının birincisi UPS-dir, Unit Power System deməkdir. Bu günümüzdə olan powerbanka nisbətən oxşuyur və bunu nə üçün istifadə edirlər? Əgər qəfildən elektrik enerjisi kəsilərsə, informasiya təhlükəsizliyini nisbətən təmin eləyir. Məsəl üçün, söhbət nədən gedir? Əgər kompüter, söhbət burada personal kompüterdən gedir, çünki onun bateriyası olmur və işıq söndürsə, kompüterdə sönür də, bu aydın məsələdir, bilirsiniz. Əgər enerji qəfildən kəsilərsə, bu müəyyən bir dövr üçün onu enerji ilə təmin eləyir ki, biz həmin dövr ərzində yarımçıq qalan işlərimizi yekunlaşdıraq və kompüteri söndürək. UPS bu deməkdir. Davam edirik. Növbəti qurğumuz modemdir. Artıq bu haqda 1000 dəfə danışmışıq. Modem telefon xətti ilə məlumatların ötürülməsi üçündür. Analoq siqnalların rəqəmsala çevrilməsi demodulyasiya, rəqəmsalın analoqa çevrilməsi isə modulyasiya adlanır. Bu mövzu ilə bağlı modem nədir sualının cavabı nə olacaq? Telefon xətti ilə ötürmə. Telefon sözü əsas sözünüz olacaq burada. Davam edirik növbəti məsələ ilə. Hub yaxud da şəbəkə konsentratoru. Hub nədir? Hub şəbəkə konsentratorudur. Şəbəkədə qovşaq rolunu oynayır və şəbəkənin mərkəzi abonenti rolunu oynayır. Burada bir sıxıntı var. Sıxıntı nədən ibarətdir? Bilirsiniz ki, hər bir kompüterin özünə məxsus olan sabit bir adı var. Buna deyirlər MAC adres, lokal ünvan. Bu qurğu MAC adresləri tanımadığı üçün
Məsələn, bu kompüter məlumat göndərməyi istəyir bura. Bu qrupun MAC adresləri tanımadığı üçün aldığı məlumatı şəbəkəyə qoşulmuş bütün kompüterlərə eyni zamanda göndərir. Belə bir mənfi cəhəti var. Ona görə deyirlər ki, bu intellektual olmayan qurğudur. Amma testlərdə ulduz topologiyasının əsas qurğusu hansıdır ki, sualı verilir bəzən. Orada cavab ya switch olur, indi birazdan danışacağıq, ya da hub olur. Hub'ın digər adı qovşaq, o biri adı konsentrator. Bunlar çox düşür. Qovşaq çox düşmür, amma hub'la konsentrator çox düşür. Əgər hub konsentrator ilə ötürmə baş verərsə, ola bilər ki, məlumatı məsələn bu kompüterlə bu kompüter eyni zamanda məlumat göndərməyə cəhd göstərər və məlumatlar mərkəzdə toqquşar. Buna deyirlər kolliziya. Kolliziya özü kollizion sözündən götürüb ingilis dilində qarşı durma deməkdir. Əgər iki siqnalın toqquşması baş verərsə, o zaman hansı kompüterlər ki məlumat göndəriblər, onlar müvəqqəti olaraq informasiya ötürməsini dayandırır. Və bir də belə bir termin mövcuddur. Əgər mərkəzə gələn məlumat şəbəkə üzrə ona qoşulmuş bütün kompüterlərə eyni zamanda göndərilərsə buna nə deyirlər? Broadcasting deyirlər. Broadcasting nədir? Şəbəkə üzrə qoşulmuş bütün kompüterlərə məlumatın göndərilməsi. Hub'ın intellektual versiyası isə switchdir. Switch nə üçündür? Switch də mərkəzi abonentdir. Sadəcə fərq ondan ibarətdir ki, o MAC adresləri gördüyünüz kimi bu cədvəldə tanıyır və mərkəzə gəlmiş məlumatı artıq hamıya yox, təyinatı üzrə ötürə bilir. Ağıllı paylayıcıdır, ona görə deyirlər buna. Birazdan biz OCI deyilən bir model öyrənəcəyik. O modelin kanal səviyyəsində işləyir. Switch budur, kommutator kimi də qabağınıza testlərdə çıxa bilər. Switch'in iki növü var. Birincisi bridge'dir. Bridge nədir? Bridge körpü deməkdir. Dimin ən sevdiyidir. Lokal şəbəkələrin ən sevdiyi sual budur. Qəbulda 1000 dəfə düşür. Bridge nədir? Bridge müxtəlif topologiyalı. Məsələn, bunun topologiyası nədir? Hələ keçməsək də təxmin eləmək olar ki, bu kompüterlərin üçü də bu mərkəzə bağlı olduğu üçün bu nə olacaq? Ulduz topologiyası. Bu da halqadır. Müxtəlif topologiyalı, amma eyni protokollu şəbəkələrə əlaqələndirir. Bəs protokol nədir? O gələn dərsin izahıdır. Amma mən istəyirəm məlumat verim, çünki məcburuq. Çünki burada sən başa düşməyəcəksən nə deməkdir. Protokol odur ki, əgər bütün kompüterlər bir vahid kabelə birləşibsə, o kabeldə məlumat ötürmək üçün və yaxud əlaqə saxlamaq üçün müəyyən qaydalar müəyyənləşdirilir. Həmin qaydalar protokol sayılır. Yəni kompüterlərin şəbəkədə ünsiyyət dili eyni səviyyədə olan komponentlərin bir-birinə mübadilə aparması üçün müəyyən olunmuş qaydalar protokol sayılır. Yəni sən görürsən, kabelin bu başından bu başına qədər hamısı vahid bir kabel olduğu üçün bu nə sayılır? Eyni protokollu sayılır. Müxtəlif topologiyalı, amma eyni protokollu şəbəkələrə əlaqələndirirsə, bu bridge-dir. Şəbəkə segmentləri. Segment nədir? Şəbəkənin bölümləri arasında məlumat paketlərini MAC ünvanlarını tanıyaraq, çünki switch-in növüdür, filtrasiya edir, ötürür və bu da şəbəkə trafikini azaldır və performansı artırır. Növbəti qurğumuz isə onun digər versiyası, ondan daha üstün olan deyərik. Routerdir, marşrutlayıcı da deyə bilərsən, yönləndirici də deyə bilərsən. Router nə deməkdir? Həm protokolu, həm də topologiyası müxtəlif olan şəbəkələri əlaqələndirir. Məsələn, routerin işi bridge kimi deyil. Bridge lokal şəbəkələr arasında, daxili şəbəkələr arasında əlaqəni təmin edirsə, router hətta lokal şəbəkələrin qlobala çıxışını da təmin edə bilir. Statik və dinamik növləri var routerin. Statiklərdə o ötürmə cədvəlini, marşrut cədvəlini şəbəkə administratoru öncədən müəyyənləşdirir. O formada ona riayət edilir. Amma dinamikdə isə marşrutlayıcı özü marşrutu yaradır. Yəni bir sözlə routerin əsas işi nədən ibarətdir? Məlumatı bir yerdən başqa bir yerə, yəni lokal şəbəkələr arasında yaxud lokaldan qlobala ötürürsənsə, o aldığı məlumatı yönləndirir və marşrutu təyin edir. Marşrutu təyin etmək üçün yol xəritəsi deyirlər. Yol xəritəsini cızmaq üçündür bir sadə dillə. OCI modelində şəbəkə səviyyəsində işləyir. Və bu da çox qəbulda düşən suallardan olub ki, OCI modelinin şəbəkə səviyyəsində hansı qurğu işləyir? Router işləyir. Növbəti şəbəkə keçididir. Şlüz də deyə bilərsən, gateway də deyə bilərsən. Biraz routerə də oxşuyur, amma məqsəd eyni deyil. Router dedik ki, yol xəritəsini müəyyənləşdirir və routerin elə versiyaları var ki, şlüzü əvəzləyir. Şlüzün məqsədi nədir? Şlüz
Bir növ belə deyək. Məsələn, bu protokol ayrıdır, IP ünvan, IP protokol ayrıdır. Bu şəbəkənin IP protokolu fərqlidir. Şlüzün sadə dildə izahı elə bil şlüz tərcüməçidir. Yəni başqa bir protokolla da qoşulmusansa, bu digər şəbəkədə ayrı bir protokolla qoşulubsa, deməli bunların hər biri ayrı-ayrı dillərlə danışır. Yəni təxmin elə ki, bu ingilis dilində danışır, bu danışır fransız dilində. Bunun işi, şlüzün işi müxtəlif protokollu şəbəkələri əlaqələndirməkdir və növbəti mərhələdə lokal şəbəkənin qlobala çıxışını təmin etməkdir. Bu o qədər populyar sualdır ki, yanlış xatırlamıramsa iyun qəbulunda günortada düşüb sual. Şlüz nədir? Müxtəlif protokollu şəbəkələri əlaqələndirən və onlar arasında əlaqəni təmin edən lokal şəbəkənin qlobala çıxışını təmin edir. Deməli, bunun routerlə arasında çox incə bir detal fərqi var. Məqsəd fərqi var da. Bu əlaqələndiricidir, o isə yönləndiricidir. Davam edirik növbəti məsələni. Bir də bunu da qeyd edeyim sizə ki, şlüz deyilən bir qurğu real həyatda əslində yoxdur. İş prinsipinə görə deyirlər ki, bu routerdir, bu məsələn şlüzdür. Yəni məsələn mən hardasa tutaq ki, internetdən sifariş eləyəndə şlüz yazıb onu təyin eləyə bilmirəm. Gərək mən elə tutaq ki, sifariş edeyim, ondan sonra onu iş prinsipinə görə elə qurum ki, onu şlüz deyək. Belə bir şeydir, diqqətinizdə olsun. Növbəti qurğumuz isə demək konnektordur. Bu da Dimin ən çox sevdiyi testlərdən biridir. Konnektor nazik kabelləri şəbəkə kartı ilə birləşdirən kabel ucluqlarıdır. Yəni bizim konnektor dediyimiz şey bu şəffaf yerə deyilir. Bu şəffaf yer kabel ucluğu adlanır konnektor. Bu bizim şəbəkə kartımızdır. Bu da bizim kabelimizdir, düzdür? Əgər bu şəffaf ucluq olmasa, bu kabelləri necə birləşdirə bilərsən ki, bura? Bunun üçün nəzərdə tutulub. Konnektor kabellə şəbəkə qurğusu arasında fiziki əlaqəni təmin eləyir və şəbəkə kartına əlaqələndiriləndən sonra məlumatı həm ora göndərir, həm oradan ötürür. Sırf bu başlığa isə, şəffaf başlığın isə başqa bir adı var. Deyirlər RJ45, yəni təkcə bu deyil, cürbəcür konnektorlar var. Mən nümunə üçün RJ45 konnektorunu göstərmişəm. Ən çox yayılan budur. Növbəti qurğumuz isə sırf yenə də konnektorla qarışdırılan bir qurğudur. Bu da transiverdir. Transiver sözü transmit receive sözündən götürülüb. Təyinatı nədən ibarətdir? Bu şəkildən bəlkə tam anlaşılmır. Mən tam dəqiq göstərmək üçün istəyirəm ki, buradan göstərim. Bax, bu bizim işçi stansiyadır. Bu da mərkəzi yoğun koaksial kabeldir. İşçi stansiyanı mərkəzi yoğun koaksial kabelə birləşdirən həmin perpendikulyar nöqtədə yerləşir transiver. Testdə də nə edirsən? Testdə də əgər nazik sözünü görürsənsə cavab konnektordur, yoğun koaksial kabel görürsənsə transiverdir. Aydındır? Təyinatları aşağı yuxarı eyni daha. Məsələn, konnektorda şəbəkə kartına birləşdirir, məlumat ötürür, aparır. Bu da eyni zamanda şəbəkə kartı ilə yoğun koaksial kabel arasında əlaqəni yaradır və siqnalların gəlməsini və getməsini təmin edir. Amma eyni şey deyil də, ayrı-ayrı qurğulardır. Keçirik növbəti qurğumuza. Repeaterdir. Biraz bundan qabaq danışdıq. Təkrarlayıcı deməkdir. Böyük bir şəbəkə var bizdə. Müəyyən bir nöqtədən sonra siqnalın sürəti aşağı düşür və bu repeaterin təyinatı odur ki, bir segmentdən, yəni bir şəbəkə parçasından aldığı siqnalı gücləndirib digərinə ötürsün. İki şəbəkə segmentini birləşdirir, şəbəkədə qəbul etdiyi siqnalı yenidən formalaşdıraraq növbəti segmentə ötürür. Deyirlər rezistor rolunu oynayır bəzən belə bir ifadədə testlərdə mən görürəm. OCI modelinin birinci səviyyəsində xabla birlikdə o da var. Növbəti terminatordur. Adın vahiməli olmasına baxmayaraq terminator qurğusunun təyinatı nədən ibarətdir? Terminator şərait yaradır ki, şəbəkənin açıq qalan yerləri torpaqlansın. Məsələn, bu şəbəkənin bu hissəsində və bu hissəsində kompüter yoxdur. Məlumat itkisi baş verməsin deyə terminatorlardan istifadə olunur. Torpaqlayıcı anlamına gəlir gördüyünüz kimi. Keçirik növbəti qurğuya. Brandmauer. Brandmauer və yaxud firewall. Hər ikisi eyni anlama gəlir. Bu qoruyucu divar deməkdir. Biz bunu informasiya təhlükəsizliyi mövzusunda da keçirik. Orada deyirik ki, firewall xüsusi proqram təminatıdır və şəbəkə ilə bizim kompüterimizin daxili şəbəkəsi arasında bir divar rolunu oynayır. Bu divar internetdən gələn verilənləri filtrdən keçirdir, süzgəcdən keçirilir və əgər şübhəli hansısa bir trafik ortalığa çıxarsa onu bloklayır. Bugün dediyimiz şey də eynidir. Firewall kompüter şəbəkələrində təhlükəsizliyi təmin edir. Magistr qəbulunda 2026-cı ilin 1-ci cəhdində düşmüşdür ki, firewall nədir?
Amma testdə bəzən Brandmauer kimi də qabağa çıxa bilər. Brandmauser də bəzən deyilir. Yəni həm qurğu ola bilər, həm də proqram ola bilər. Deməli, brandmauerlər reallaşdırma formasına görə iki yerə bölünür. Proqram tipli və aparat tipli. İndi bu dəqiqə dediyimiz formada. Proqram tipli fərdi kompüterlərə əməliyyat sisteminin tərkibində gələn Windows Defender məsələn nümunə kimi göstərilə bilər. Aparat tipli isə xüsusi qurğulardır. O qurğuları şəbəkənin girişinə quraşdırırlar. Fiziki avadanlıqlardır ki, xarici təhdidlərdən qorusun. Brandmauer ilə bağlı bu şəkildə. Bir də diqqətinizə saxlamalısınız ki, Brandmauer antivirus deyil. Antivirusun işi nədən ibarətdir? Artıq sistemə daxil olmuş və fayl şəklində mövcud olan zərərli proqramlarla mübarizə aparsın. Amma Brandmauer heç o məlumatın daxil olmasına şərait yaratmayan keşikçidir. Kənardan edilən icazəsiz girişlərin, hücumların qarşısını alan bir keşikçidir. Bax, bu səhifə sırf o abituriyent kitabında verilən məlumatlardır. Bayaq da dərsin əvvəlində dedim, artıq mütəmadi olaraq mən qəbulda görürəm ki, abituriyent kitabına istinad olunur. Və biz də məcburuq ki, oyunu qaydalarına uyğun oynayaq. Host nədir? Host əslində bir sistemdir, yəni hybrid open system technology deməkdir. Məsələn, gördüyünüz kimi bizim networking, yəni şəbəkənin ID-si, yəni şəbəkənin o əsası adı şəbəkə nömrəsi ilk 3 nöqtəsi C klasa bağlı olan bir network ID-miz var 192.168.0 və ona bağlı olan birinci üzv, ikinci üzv, beşinci üzv, altıncı üzv və s. bir neçə üzvümüz var. Host nə deməkdir? Şəbəkəyə qoşulmuş və TCP/IP protokollarından istifadə edən istənilən qurğudur. Yəni vahid şəbəkəyə qoşulmuş, eyni şəbəkəyə qoşulmuş üzvlər nə sayılır? Host sayılır. Aydındır. Burada mən Dimin kitabında olan ifadəni aşağıya qeyd etmişəm. Bunu özüm sadə dillə yazmışam. Şəbəkədə öz IP ünvanı olan, əməliyyat sistemi işlədən, yəni əməliyyat sistemi tərəfindən işlədilən və məlumat mübadiləsini həyata keçirən qurğudur. Hosta aid qurğu kompüter, notebook, server, smartfon, planşet ola bilər. Keçdik topologiyaya. Bu da bir qəbul sualı olub. Topologiya nədir? Kompüterlər şəbəkəyə birləşdirilib, yaxşı. Bəs hansı qaydalara əsasən birləşdirilib? Məntiqi nöqteyi nəzərdən və fiziki nöqteyi nəzərdən bir-birinə birləşmə qaydaları var. Və indi danışaq görək nədir? Deməli, kompüter şəbəkələrində şəbəkənin o fiziki topologiyası odur ki, məsələn, mən gözlə görürəm ki, bax, məsələn, burada bir kompüter var, sonra burada bir kompüter var, burada biri var, burada da biri var. Bunlar bir-birinə ardıcıl şəkildə birləşdirilib, həndəsi olaraq bir dairə əmələ gətirir. Deməli, bu halqavaridir. Bir də var ki, ola bilər ki, həndəsi olaraq dairə əmələ gətirməsin, amma kompüterlər ardıcıl şəkildə birincidən ikinciyə, ikincidən üçüncüyə, üçüncüdən dördüncüyə olmaqla əlaqə ötürdüyü üçün biz ona nə deyərik? Yeni halqavari deyərik. Yəni, məntiqi topologiya odur ki, qarşılıqlı əlaqə ünsürlərinə görə, yəni qarşılıqlı əlaqə qaydaları necədir? Ona məntiqi formada, buna isə fiziki formada topologiya deyilir. Lokal şəbəkə topologiyaları çoxdur. Bizdən onların əsasən üçü tələb olunur. Şin topologiyası, halqavari topologiya və ulduz topologiyası. Digərlərinin də adlarını bilmək məsləhətdir. Tam topologiya, ulduz halqa, bunlar hibrid topologiyalardır. Ulduz şin və ağacvari topologiya. Şin topologiyası gördüyünüz budur. İngilis dilində buna deyiblər bus topology. Yəni nədir bu? Yəni avtobus topologiyası. Niyə belə deyiblər? Çünki bütün kompüterlər vahid bir mərkəzi kabelə birləşdirilir. Buna deyərlər magistral, mərkəzi şin. Demək, bununla bağlı, ümumiyyətlə bu şin topologiyası ilə bağlı çox tez-tez qəbula suallar düşür. İndi mən lazım olsa birini də sizə göstərə bilərəm. Vaxtımız azdır, ona görə çox oralara girmirəm. İnşallah imtahana az qalmış o ki, testlər göndərirəm. Onların içərisində görəcəksiniz. Tələbələr müəyyən testləri yadda saxlayıb çıxardıblar içəridən. Şin topologiyalı şəbəkələrdə istənilən zaman anında ancaq bir kompüter siqnal ötürülməlidir. Çünki əgər birdən çox kompüter eyni zamanda siqnal ötürsə, xaos yarana bilər, siqnalların üst-üstə düşməsi ola bilər. Mərkəzi abonent kənarda yerləşir, yəni ulduz topologiyasındakı kimi mərkəzdə yerləşmir. Şin topologiyasının müsbət və mənfi cəhətləri son dövrlərin çox populyar qəbul sualı. Şin topologiyasının müsbət cəhətlərindən birincisi, özündən bütün məlumatı keçirən mərkəzi abunəçi yoxdur. Bu da şəbəkənin etibarlılığını artırır. 2. Hər hansı kompüter sıradan çıxdı, şəbəkə öz işini dayandırır. Yalnız həmin kabel tərəf işləmir. Həmin o kompüter işləyir.
Şəbəkəyə yeni kompüterlərin daxil edilməsi asandır və eyni zamanda şəbəkə kartları ucuzdur. Bu 4 məqam Şin topologiyasının əsas müsbət cəhətləridir. Bəs mənfi cəhətləri hansılardır? Əsas mərkəzi kabel zədələndi, şəbəkə öz fəaliyyətini dayandırır. 2. Uzun rabitə xətlərində, yəni böyük şəbəkələrdə terminatorlar istifadə olunmalıdır. Bu da şəbəkənin terminatorsuz qurula bilməməsi kimi bir məcburiyyət, bir zərurət ortalığa çıxardır. Terminatordan asılılıq deməkdir. Və şəbəkənin uzunluğunu artırmaq üçün əlavə kabellər, segmentlər istifadə olunur ki, bunlar da ayrıca xərcdir. Növbəti topologiyamız halqavari topologiyadır. Bu topologiyada hər bir kompüter bir-biri ilə dairəvi şəkildə əlaqələnir. Məsələn, əgər bu birinci kompüterdirsə, bu ikinci kompüterdir, bu 3-dür, bu 4-dür, bu 5-dir, bu da 6-dır. Burada çox maraqlı bir detal var. Biz deyirik ki, bu topologiyada informasiya ötürülməsi bir istiqamətli qapalı rabitə xətləri ilə olur. Və bu biraz fikir ayrılığı yaradır. Mənə hətta müəllimlər yazdılar ki, burada belə bir sual düşüb qəbula. Bir istiqamətli rabitə xətti. Axı mən şəbəkəni qurandan, yəni qurmaq istəyəndə məcbur deyiləm ki, əgər məsələn mən bu nöqtədən başlamışamsa şəbəkənin o məlumat ötürməsinə, istəsəm şəbəkəni quranda saat əqrəbi istiqamətində quraram, istəsəm saat əqrəbinin əksi istiqamətində quraram. Bunun nə problemi var ki? Düşünürəm ki, bu sualı bu şəkildə yanaşmayıblar buna. Yəni bu cümlənin mənası o demək deyil. O deməkdir ki, əgər sən şəbəkəni qurmusansa saat əqrəb istiqamətində, yəni birinci kompüter ikinciyə falan ötürülməlidirsə, yəni şəbəkəni qurandan sonra sən ona riayət eləməlisən. Yəni mən şəbəkəni qurmuşam saat əqrəb istiqamətində, onda birinci kompüter ikinciyə göndərə bilər. 1 6-ya göndərə bilməz. Gərək 2 3-ə göndərə, 3 4-ə göndərə, 4 5-ə, 5 də 6-ya, 6 təzədən 1-ə. Yəni şəbəkəni qurmamışdan qabaq sən azadsan. İstəsən onu saat əqrəbi istiqamətində və yaxud saat əqrəbinin əksi istiqamətində qura bilərsən. Amma əgər şəbəkə qurulubsa, onda sən ona riayət eləməlisən. Bu deməkdir bir istiqamətli qapalı rabitə xətləri. Halqavari topologiyanın mənfi və müsbət cəhətləri. Müsbət cəhətləri. 1. Hər bir kompüter yalnız qonşu kompüterlə birbaşa bağlıdır. Artıq yükləmələrə dayanıqlı topologiyadır, mərkəzi abunəçi olmadığı üçün. Hər bir kompüterin məlumat göndərə bilməsi üçün ona müəyyən bir vaxt verilir. Bu da yükləmələrə dayanıqlı olmasının əsas səbəbidir. Mənfi cəhətləri. Hər bir kompüter informasiya ötürməsində iştirak edir. Hər hansı kompüter sıradan çıxdı, şəbəkə işini dayandıracaq. 2. Şəbəkə kartı daima işçi vəziyyətdə olmalıdır. Yəni kompüteri söndürə bilməzsən, çünki o bir üzvdür, aktiv üzvdür. 3. Hər bir kompüterə 2 kabel çəkilməlidir. Yəni ayrıca bir kabel də çəkilir ki, ehtiyatla. Sonra ulduzvari topologiya, star topologiya. Ulduzvari topologiyada şəbəkə mərkəzi abonent əsasında qurulur. Mərkəzi abonent hub, yəni konsentrator, kombinator, yəni switch və yaxud xüsusi server ola bilər. Üstün cəhəti nədir? Sadədir, məlumatların ötürülməsi, mübadilənin idarə olunması da asandır. Mənfi cəhəti şəbəkə mərkəzi abonentdən asılıdır. Mərkəzi abonent sıradan çıxdı, şəbəkə işini dayandıracaq. Şəbəkə avadanlıqları bahadır nisbətən. Bu topologiyada əgər mərkəzdə duran abonent, yəni mərkəzi abonent, konsentrator, yəni hub olarsa, onda pasiv ulduz, kompüter olarsa, onda aktiv ulduz sayılır. Bunlar əsas bizə lazım olan topologiyalar idi. Digərlərincə yüngül adların bilsən və sxemin bilsən məsləhət sənə. Ağac vari, Starbus, yəni bu hibridlərin bir növüdür. Həm şindir, həm ulduzdur. Mesh tam, Starring halqa ulduz və tam hibrid olmaqla bölünür. Gəldik texnologiyalara. Deməli dostlar, biz artıq yavaş-yavaş bitişə doğru gedirik. Artıq 40-cı slayddayıq ki, bu bizim 53-də yekunlaşacaq. Sonra müəyyən testlərimiz olacaq, birlikdə baxacağıq onlara. Lokal şəbəkə texnologiyaları. Topologiya nə deməkdir? Yəni topologiya odur ki, kompüterlər bir-birinə birləşib, məsələn, ardıcıl birləşibsə buna halqavari deyirik, mərkəzi abonentlə birləşibsə ulduz deyirik. Bir də var texnologiya. Texnologiya isə o lokal şəbəkə topologiyalarının qurulması üçün nəzərdə tutulmuş qaydalardır, yəni standartlardır. Yəni topologiyalar bir növ texnologiyalara uyğun şəkildə qurulur. Burada hansı texnologiyalardan danışacağıq? Ethernet, Fast Ethernet, Token Ring, FTDI, USVG-NLAN və ARCnet olmaq. Ethernetdən danışaq. Ethernet texnologiyası Şin topologiyasına əsaslanır və 802.3 standartlarından istifadə olunur. Adi topologiyalar, digər texnologiyalarda deyək də, qoşulan üzvlərə nə deyirik biz? Klient və yaxud işçi stansiya. Burada nə deyilirmiş? Node adlandırmış.
Ethernet texnologiyasında dedik 802.3 standartlarından istifadə olunur. Bəs nədir o standartlar? Nələrdir? Bir, topologiyamız şin olmalıdır. Kabelimiz koaksiyal kabel olmalıdır. Ötürmə sürətimiz 10 megabit olmalıdır maksimum. Bundan sonraki verilənlər düşünmürəm ki, dövlət qulluğuna düşə bilər. Bunlar biraz dərin məsələlərdir. Şinin ümumi uzunluğu 5 kilometr, şəbəkə segmentinin uzunluğu 500 metrə qədər, yəni hər bir parçanın uzunluğu 500 metrə qədər, ümumi isə 5 kilometrə qədər. Abunəçilərin sayı 1024, bir parçadakı, yəni bir bölümdəki istifadəçi sayı isə 100-ə qədər ola bilər. Növbəti texnologiyamız Ethernetin burada ötürmə mühitləri var, kabelləri var. 10 base 5. 5 onu bildirir ki 0,5 düymlük, yəni yoğun koaksial kabeldir. 500 metrə ötürə bilər. 10 onu bildirir ki 10 megabit bunun sürətidir. Base də əsas tezliklər zolağında ötürməni bildirir. 2 nəyi bildirir? 0,25 düymlük nazik koaksial kabel, yəni 200 metrə ötürür. T nəyi bildirir? Twisted pair'dir, burulmuş cütdür. F da ki fiber optik kabeldir. Bundan hələ indiyə qədər sual düşmüyor, amma mən artıq onlardan gözləyirəm belə şeyləri də. Fast Ethernet. Fast Ethernet texnologiyasında isə 100 megabitli sürət, fastdan da bilərsən bunu və ulduz şin topologiyasından, yəni hibrid topologiyadan istifadə olunur. Bu iki ifadəni bildin kifayətdir. Token ring texnologiyası. Ring nədir bizdə? Üzükdür, düzdür? Deməli, bu hansı topologiya olar? Halqavari topologiya olar. Halqavari topologiya haqqında dediyimiz şeylər burada keçərlidir. Bir də burada yeni bir anlayışla qarşılaşırıq. Marker yaxud token anlayışı ilə. Marker və yaxud token nə deməkdir? Məlumatı ötürmək üçün xüsusi bir içində xidməti məlumatlar olan paketdir. Şəbəkədəki hansı üzv markeri əldə edibsə, o məlumatı ötürə bilmə şansı qazanır. 802.5 standartlarına əsaslanır. Nədir bu standartlar? Nə deməkdir? Topologiyamız halqavari, kabelimiz burulmuş cüt, ötürmə sürətimiz 4 megabitdən 16 megabitə qədər. Altdakilər dediyim kimi ehtiyac deyil bilməyimizə. FDDI iki qat halqadan ibarətdir. Çox modalı fiber optik kabeldən istifadə edir və iki istiqamətli rabitə xəttidir. Daxili halqa və xarici halqa olduğu üçün. Burada da əsas məsələ halqavari topologiya, çox modalı fiber optik kabel, sürət 100 megabitdir. Bilməyimiz kifayət edir. İki qat halqanı tutmaq olur da, burada dıdı var, yadda saxlaya bilərsən. Rus dilində söz var, двойной. Oradan yadda saxlaya bilərsən. Sonra 100 VGN-LAN texnologiyası. Bu texnologiyada buradakı 100 bizə kömək eləyir, bilək ki 100 megabitli sürət, şəkil kömək eləyir, öyrənək ki ulduzvari topologiyadır. Və 802.1 standartlarına əsaslanır. Burada da əsas diqqət, kabelimiz ya UTP, burulmuş cüt, ya fiber optik ola bilər. Sürət 100 megabit, ulduzdur, amma genişləmə imkanı olan ulduzdur. Qırmızıları bildin, sənə bəsdir. Sonuncu texnologiyamız ARCnet-dir. Gördüyünüz kimi mərkəzi abonent əsasında qurulduğu üçün o ulduz topologiyasıdır. Hər üç kabeldən istifadə etmək olar. Sürəti nisbətən digərlərinə aşağıdır, 2,5 megabitdir. Bütün bu dediklərimizi bir cədvələ qurmuşam ki, öyrənmək asan da olsun. Məsələn, hansı texnologiya, hansı topologiyadır, hansı kabeldir, sürəti nə qədərdir, hansı standarta əsaslanır. Bu şəkildə. Və demək olar bitirmək üzrəyik. Son iki səhifəmiz qaldı. OCI modeli nədir? Hətta OCI-ın açılışını qəbulda soruşa bilərsən nə? Open System Interconnection. 1980-ci illərdə bütün dünyada fərdi kompüterlərin satışı başladı və burada dünyanın müxtəlif nöqtələrində istehsal olunan kompüterlərin bir-birindən əlaqə yarada bilməsi üçün vahid bir sistemə ehtiyac var idi. Bu sistem 1983-cü ildə Beynəlxalq Standartlaşma İnstitutu tərəfindən yaradılan açıq sistemlərin qarşılıqlı təsir modeli oldu. OCI nədir? Qəbulda düşüb açıqlaması qırmızı ilə vermişəm. Yəni bir sistemdən digərinə xüsusi müvafiq qaydalar çərçivəsində məlumatın göndərilməsi. Bu model 7 səviyyədən ibarətdir. Ən aşağı səviyyəsi fiziki, ən üst səviyyəsi tətbiqidir. Üst səviyyələr proqram səviyyəsi sayılır. Çünki bu səviyyələrdə əməliyyatların icrası gözlə görüb əllə toxuna bildiyimiz qurğularla yox, xüsusi proqramlarla, deyək, protokollarla həyata keçirilir. Alt səviyyələrdə isə proses aparat səviyyəsidir, yəni qurğularla icra olunur. Bu iki səviyyəni əlaqələndirir nəqliyyat səviyyəsi. Hətta bu sual qəbula düşə bilər, gözləyirəm onu. Yazır ki, OSI modelinin hansı səviyyəsi kommunikasiya alt və üst səviyyələrindən asılı deyil. Nəqliyyat səviyyəsi. Çünki o əlaqələndirici səviyyədir.
Və nəhayət sonuncu səhifədə isə mən OCI modelinin səviyyələrinin, məsələn, qəbulda bəxtin gətirər, ancaq sırasını soruşar səndən. Deyərsən ki, altdan yuxarı ilk 3 səviyyəsi nədir? Deyərsən fiziki kanal şəbəkə. Üstdən aşağı 4 səviyyəsi, tətbiqi, nümayiş, seans, nəqliyyat. Yox, səndən tərifi soruşar, deyə biləsən. Orada da əsas sözləri işarələmişəm, cavabı əldə edə biləsən deyə. Tətbiqi səviyyədə semantika təyin olunur. Semantika nədir? Məsələn, mən ilk səviyyəm, mən məlumatı göndərəndə tətbiqi səviyyəsinə göndərirəm. Məsəl üçün bir elektron post göndərirəm. Burada əgər alan adamın elektron postunu səhv yazsam, yaxud xəta eləsəm, başqa bir xəta eləsəm, bu semantik xəta sayılır və bu o səviyyədə mənə bildirilir. Semantika budur. Protokollarda gələn dərsin nə işə yaradıqlarını öyrənəcəyik, amma bilək. SMTP, IMAP, POP3 elektron post üçündür. HTTP, FTP bunlar haqqında da danışacağıq. Nümayiş səviyyəsi ikinci səviyyədə. Elektron post məndən çıxdı. Yolda əvvəlcə sintaksis səhvlər yoxlanılır. Əgər verilənlər ümumi formata gətirilirsə, verilənlər sıxlaşdırılır və şifrələnir. Sonra şifrələr sonuncu mərhələdə açılır. Nəyə görə şifrələnir? Çünki yolda məlumat ola bilər ki, virusa yoluxar, kimisə əlinə keçər. O məlumat qarışdırılmış formada olsun ki, kimisə əlinə keçsə belə onu rahatlıqla oxuya bilməsin. Seans səviyyəsi yuxarı və aşağı səviyyələr arasında dialoq yaradır. Nəqliyyat səviyyəsi ötürməyə nəzarət eləyir. Ötürmə prosesinə. Gələn dərs uzun danışacağıq. Orada TCP protokolu var. Şəbəkə səviyyəsi nəqliyyatın hazırladığı paketləri o A nöqtəsindən B nöqtəsinə yönləndirir. Niyə yönləndirir? Çünki nə var orada? Router var. Yəni hazır paketləri A nöqtəsindən B nöqtəsinə marşrutlaşdırır. Marşrut gördüysə cavab şəbəkə olmalı. Növbəti mərhələdə məlumatlar kadrlara bölünür, səhvlər varsa onlar haqqında xəbərdarlıq edilir və o yoxlama ki var deyir, o səhvlər haqqında xəbərdarlıq verir. O yoxlama blokunun əvvəlində və sonunda idarə edici bitlər olur. Burada niyə onu işarələmişəm? Din bunu qəbula salmışdı. Tələbələr xüsusi sözlərlə əzbərləyir axı. Bit görəndə deyir ki, cavab fiziki olmalıdır. Amma diqqətli ol. Əgər idarə edici bitlərdirsə, bu kanal səviyyəsidir. Yox, əgər sırf məlumatlar artıq ən son səviyyəyə çatıbsa, bitlər şəklində ötürülmə olursa, artıq digər şəxsə çatıbsa, o artıq fizikidir. Deməli, bitlər ardıcılığı gördün fiziki, idarə edici bitlər, baytlar, kadrlar gördün kanaldır. Bir də qurğulara diqqət elə. Ən alt səviyyədə repeaterlə hub yerləşir fizikidə. Kanalda gateway, yəni şlüz, switch, NIC, bridge. NIC nədir? Şəbəkə adapteri, network interface card. Router harda olur? Ancaq şəbəkə səviyyəsində. Bu qalan səviyyələr var ha, burada gateway yazıb. Bunlar gözlə görüb əllə toxuna biləcəyin şlüz deyil. Proqram şlüzləridir. Ona görə qəbulda bunu sual kimi salmışdı bir dəfə. 6 fikirdən hansılar doğrudur? Yazmışdı ki, funksional olaraq şlüzlər kanal səviyyəsindədir. Bəli. Funksional nə deməkdir? Yəni gözlə görüb əllə toxuna biləcəyim şlüz hardadır? Kanaldadır. Amma qalan şlüzlər proqram şlüzüdür. Bax, beləliklə bu mövzumuz bu şəkildə yekunlaşır. Mən videonu dayandırıram. Sonra müəyyən sual